Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş müvafiq tədbirlərlə Azərbaycanın hüdudlarından kənarda qanunsuz silahlı birləşmənin fəaliyyətinin təşkili, həmin birləşmənin tərkibində xarici dövlətin rəsmi şəxslərinin güdülməsi və digər cinayət əməllərinin törədilməsinə cəlb edilib, özlərini kriminal aləmin nümayəndələri hesab edən Azərbaycan vətəndaşları müəyyənləşdirilərək ifşa olunublar. Qeyd olunan cinayət əməllərinin törədilməsində şübhəli bilinən 30 yaşlı Amid Məmmədovun xarici ölkə ərazisində gizləndiyi yer müəyyən edildikdən sonra o keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb. Azərbaycana gətirilərək istintaqa cəlb edilib. Eləcə də bu cinayətlərin törədilməsində şübhəli bilinən 28 yaşlı Nurlan Səfərov və 42 yaşlı Edik İsrafilov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Adları çəkilən şəxslər Cinayət Məcəlləsinin 12.1, 279.1-ci Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə maddələri ilə ittiham olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.